Ha ki bu 80% doydunuzsa, yəni masadan qalxın. Yəni bu nə qədər bizim həyatımızda təbliğ etməli olduğumuz bir məqamdır. Normalda mən tərəfdarıyam ki, əgər tutaq ki, səhər yeməyində şəxs 2 yumurta yeyir, bir xörək qaşığı kəsmik qoyur və xlebsi və yaxud bir dilim çörək istifadə edir, 5-6 ədəd zeytun, hansı miqdarda porsiyaya uyğunlaşıbsa, o porsiyanı yeyib və süfrədən qalxsın. Yox, əgər belə deyim ki, tutaq ki, hər hansı bir yerə qonaq getmişik, bizim tutaq 6 xörək qaşığı yemək yeyəcəksə, bizə qoyulub 10 xörək qaşığı yemək. Elə olan halda düzdür, qarşı tərəfə ayıb olmasın deyə məcburən yediyimiz hallar olur. Çox olur. Əgər elədirsə, axşam evə gələndə yeyəcəyimiz porsiyanın miqdarını azaltmalıyıq ki, yəni bu şəkildə davam eləyəndə ay sonuna baxır tərəziyə çıxanda görürük ki, rəqəmlərdə bir fərq var. Yəni bu olmasın. Tutaq ki, necəsə oldu, biz artıq porsiya boşqabımıza qoyduq. Əgər mümkün olsa, doyduğumuzu hiss eləyiriksə, həmin miqdarı yeyirik və qalan hissəsini saxlayırıq. Axşam yeməyində istifadə edə bilərik, ara öğündə onu istifadə edə bilərik ki, o günlük kalorimizi nə itirməyək, nə də ötürməyək.